Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri Əliyev Elşad Hacıbabaoğlu. Bugün onun cənnətdəki doğum günüdür. Yaşasaydı 51 yaşını qeyd edəcəkdik doğmaları ilə, dostları ilə birlikdə. Bugün biz də özümüzə borc bildik və istədik ki, Elşadın məzarını ziyarət edək, ailəsinin yanında olaq, anasına öz mənəvi dəstəyimizi bildirək. Bizimlə birlikdə vətənsevər, şəhidlərin aşığı olan və Elşadın uşaqlıq dostu olan, parta yoldaşı olan, sinif yoldaşı Arzu xanım Əliyeva yanımızdadır. Bilirəm ki, onun üçün çox ağırdır, çox çətindir, amma çox qürurludur ki, və o illərin ilə ən deyərəm, şanslı bir xanımı olub ki, Elşad kimi bir oğulla bir partanı, bir sinif otağını, bir dərs otağını bölüşüb. Arzu xanım, nə qədər ağır olsa da, çətin olsa da buyurun. Teşekkür ediyorum. Bizimle berabersiniz. Elbette benim için ne kadar ağır olduğunu, benim yaşıtlarım bilir. Burada yatan, burada uyuyan o oğulların 90% benim yaşıtlarım, sınıf yoldaşlarım, əhli uşaqları ve xalqının eyni ildə doğulduğumuz uşaqları. Onlar bugün qəhrəmandırlar. Əlbəttə, mən xoşbəxt bir xanımam ki, o cür oğullarla bir vaxtda yaşamışam. Elşadla bir parta paylaşmışam. Elşad mənim 11 illik sınıf yoldaşımdır. Əlbəttə, bunu mən təxir edirəm. Duyuram ki, mən o cür oğul qəhrəmanım. Yanında oturmuşum. Yanımdakı oğlanın nə vaxtsa qəhrəman ağlımdan belə keçməmişəm. Amma bugün tüm xalq ondan təxir edir, tüm şəhidlərimizlə təxir edir. Bunlardan biri də Elşad. Elşad 51 yaşına yaşasıydı, keçəcək. Amma vətən keşiyinə canını fəda verdi. Vətən yolunda, vətən uğrunda döyüşə qatıldı. Universiteti yarım qoydu. Elşad kimi bir çox oğullar arzularını yarım qoydular. Vətən bizi çağırırdı və müalicə qatıldılar. Mən Sumqayıt şəhərində də şəhidlər xiyabanını ziyarət edəndə gözüm həmən doğulduğu tarixə baxır. Orada öz yaşadığını görəndə həqiqətən də mənim üçün ağır olur. Çünki eyni yaşlı insanları mən sağam, amma olan 33 yılından önce dünyalarını dəyişdi, şəhadətə qoluşdu. Bəlkə də mən də oğlan olsaydım, mən də onlardan biriydim. Mənim üçün fəxrdir ki, bugün bu qəhrəmanları yaşatmaq az da olsa mənim də özü əlimə düşür. Mən bir vicdan borcu yaşayaraq nə qədər ömrüm var, o oğulların ailələrinin yanında olacaq. Necə ki, hər zaman şəhid ailələrinin yanında olmaqdan qürur duyuram. Allahın mənə verdiyi bu ömrü ancaq onların yolunda həsr etməyə, qarşılamaya səbəb olmuşam. Bilirəm, siz də o qəhrəman xanımlardansınız ki, şəhidlər haqqında bilirlər, kitablar, şeylər yazırsınız, ədiblər həyata keçirirsiniz. Bəli, siz bu Qarabağlı xalq olduğunuz üçün bir vicdan borcu olduğunuzu bilirəm. Mənim də yaşlılarım olduğu üçün bir vicdan borcu olduğunu bilirəm. Allah sizə də can sağlığı versin, qələminiz istik olsun. O oğullar ki, qəhrəmanlar ki, vətən uğrunda canını fəda edirlər, şəhadətə qoluşurlar. Onları yaşatmaqda bizim üzərimizə düşür. Florandan səbr ediyorum sizə. Floranı məni öz qızı hesab edir. Bir Elşadını səndən alıram. Əlbəttə ki, mən nə qədər varam, siz də nə qədər varsınız. Amma Elşadlar yaşayacaq. Bayaqdan o yoxunda. Əgər onların valideynləri bugün yoxsa, biz var. Onları yad edilməyə. Azərbaycan dəyərli xanımları var. Çox sağ olun, Qaziyə xanım. Siz sağ olun Arzu xanım, mən sizə təşəkkür edirəm və dəyərli izləyicilərimiz, onu qeyd edim ki, onu qeyd etmək istəyirəm ki, elə Elşadımızın bacısı da var burada yanımızda. Mətanət xanım həm xalası qızıdır, həm bacısı sayılır. Buyurun Mətanət xanım. Nə qədər çətin olsa da, amma qürurludur Elşad haqqında danışmaq. Buyurun. Elşad
Mənim körpəliyim, uşaqlarım bir yerdə keçir. Mən də sizə təşəkkür edirəm. Siz də yanımızdasınız, işıqlandırırsınız. Borcumuz. Şəhidlərimizə Allah rəhmət edirəm. Hamısı rica edirəm. Çox sağ olun Mətanət xanım, biz sizə təşəkkür edirik. Oğlanın, oğlanları həqiqətən də bir evdən iki oğlu qurban vermək bu az iş deyil. Bir ana üçün iki oğlu itirmək az iş deyil Razia xanım. Biz hər Allah zaman səbir versin. Sizin yanınızdayıq. Allah inşallah sağlıqla çıxartsın. Bugün amin. Bugün sənin ad günündür, igid balam. Gəlib dostlar, tanışlar, hər kəs səni təbrik edir. Cənnətdəki doğum günün mübarəkdir. Elşad balam, şəhid balam, igid balam. İgid balamız, Elşad balamız ruhun qarşısında ehtiramla baş əyirik. Ad günün mübarək olsun. Ruhun şad olsun. Uğruna canını fəda etdiyin vətən torpaqları azadlığına qovuşdu. Uğruna canını fəda etdiyin üç rəngli al bayrağımız bugün Xocalımızda qürurla dalğalanır. Ruhun qarşısında ehtiramla baş əyirik. Mövludun mübarək olsun.